Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti artdı. Məlumata görə, son 20 gündür ki, bazarlardan kartofun ən bahalı qiyməti 2 AZN, ən ucuz qiyməti isə 1 manat 20 qəpikdir. Satışçıların sözlərinə görə, qiymət artımına səbəb bazarda yerli məhsulun az olması və xaricdə də kartof idxalının azalmasıdır. Xaricdən də kartof idxalının azalması var. Satışçılar həmçinin bildiriblər ki, hazırda bazarda daha çox yerli kartof mövcuddur. İqtisadçılar isə bahalaşmanın iki əsas səbəbini qeyd edirlər. Onların fikrincə, birinci səbəb xaricdən kartof idxalının azalmasıdır. İkinci səbəb isə dizel yanacağının qiymətinin 25% artmasıdır. Bu iki amil kartofun qiymətinə təsir göstərir. Qeyd edək ki, 2024-cü ildə ölkədə təxminən 1 milyon ton kartof istehsal edilib.